Salut tout le monde, hamıya salam. Bu videoda ilk dəfə fransız dilini öyrənən insanların öyrənməsi faydalı olan ilkin kəlmələri öyrənəcəyik. C'est parti, getdik. Comment tu t'appelles? Sənin adın nədir? Je m'appelle Sara. Mənim adım Saradır. Enchanté, şad oldum, yaxud məmnun oldum. Comment allez-vous? Necəsiniz? Ça va, necəsən? Yaxud comment vas-tu? Necəsən? Ça va bien, merci. Yaxşıyam, təşəkkür. Et vous, bəs siz? Et toi, bəs sən? Moi aussi, je vais bien. Mən də yaxşıyam. Yaxud moi aussi, ça va bien. Mən də yaxşıyam. Quel âge as-tu? Neçə yaşın var? J'ai 20 ans. Mənim 20 yaşım var. Vous êtes d'où? Hardansınız? Yaxud haralısınız? Je suis de France. Mən Fransadanam. Tu es d'où? Sən hardansan? Yaxud haralısan? Je suis d'Azerbaycan. Mən Azərbaycandanam. Tu parles français? Fransızca danışırsan? Oui, un peu. Bəli, biraz. Je ne parle pas français. Mən fransızca danışmıram. C'était un plaisir de vous rencontrer. Sizi görmək xoş oldu. Yaxud, c'était un plaisir de te rencontrer. Səni görmək xoş oldu. On se voit bientôt. On se voit bientôt. Tezliklə görüşürük. Bien sûr, əlbəttə. À très bientôt. Tezliklə görüşənədək. Prenez soin de vous. Özünüzə yaxşı baxın. Yaxud özünüzdən müğayət olun. Prends soin de toi. Özünə yaxşı bax. Yaxud özündən müğayət ol. Əgər bu videonu faydalı hesab etdinsə, like edərək mənə öz təşəkkürünü bildirə bilərsən. A bientôt. Hələlik.